İstədiyiniz qədər dəfnə yarpağı üzərlik götürün. Onları bir qabın içərisində yerləşdirin. Sonra onların üzərinə 7 dəfə Ayətül Kürsü oxuyun. 7 Ayətül Kürsü oxuyandan sonra həmən üzəri ilə dəfnə yarpağını bir yerdə qabın içərisində yandırın. Onun tüstüsünü bütün otaqlara verin. 10-15 dəqiqədən sonra tüstü bütün evə yayılandan sonra pəncərələri açın. Evdə olan bütün negativ, pis enerjilər, mənfi enerjilər evdən təmizlənəcək. Evdə ruhi bərəkət artacaq, əmin-amanlıq artacaq. Evə elə bir fərahlıq gələcək, yaxşılıq gələcək, bərəkət gələcək. Bu sınanılmış ritualdır. Mən bunu özüm çox eləmişəm və çox sınamışam. Çox da yaxşı olur. Siz də eləyin. İnşallah Allahın köməyi ilə xeyrini görəcəksiniz.